Salam əziz izləyicilər, Respublika qəzetinin 8-ci gün rubrikası efirdədir. Gəlin həftənin ən yadaqan hadisələrinə bir yerdən nəzər salaq. 13 aprel tarixində Türkiyədə keçirilən 4-cü Antalya Diplomatiya Forumu başa çatıb. Ertəsi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktoru Jilbel Hunqbonu qəbul edib. Robert Köçənyanın Azərbaycana qarşı milli ədavət və düşmənçilik ideyalarını təbliğ etməsi ifşa olunub. 15 aprel tarixində isə görkəmli oftalmoloq, alim, akademik Zərifə Əliyevanın anım günüdür. İnsan ömrünün uzunluğu və ya qısalığı yaşamış illərlə deyil, onun əməlləri ilə ölçülür. Xeyirxahlıq, qayğıkeşlik, sadəlik, nəciblik nümunəsi olan Zərifə xanım elə bir zirvə fəth etmişdir ki, o zirvədən bütün insanlığa, bəşəriyyətə nurələnir. Görkəmli alimin unudulmaz xatirəsi insanları bu işığın ətrafında toplayır, bütün ömrünü həsr etdiyi oftalmologiya elminə aid dəyərli əsərləri gənc həkimlərin elm yoluna çıraq tutur. Eyni gündə Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nəsimi rayonunda yerləşən Bir Saylı Körpələr evində və Nizami rayonundakı Bir Saylı Uşaq evi sosial xidmət müəssisəsində olublar. Gürcüstan prezidenti Mixail Kavelaşvili Azərbaycana rəsmi səfərə gəlib. ABŞ Ermənistan daxil olmaqla bir çox ölkələrə yardımı faydasız hesab edərək dayandırıb. 16 apreldə isə Azərbaycan prezidenti İlham Əliyev ilə Gürcüstan prezidenti Mixail Kavelaşvilinin təkbətək görüşü keçirilib. Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Mixail Kavelaşvili həmçinin Azərbaycan prezidenti İlham Əliyevi Gürcüstana səfərə dəvət edib. Ölkə başçısı ictimai-siyasi xadim Richard Armitacın vəfatı ilə bağlı onun ailəsinə başsağlığı məktubu ünvanlayıb. Bununla yanaşı Azərbaycan-Çin hökumətlərarası ticarət iqtisadi əməkdaşlıq komissiyasının 10-cu iclası keçirilib. 17 apreldə prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lumeyin etimadnaməsini qəbul edib. Dövlət başçısı Sloveniya Respublikasının baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov, Gürcüstanın Xarici İşlər naziri Maka Boçorishvili və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Ermənistan Respublikası arasında Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində 3 tərəfli görüş keçirilib. Məhkəmə zamanı Arkadi Qukasyan Azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olduqlarını etiraf edib. 18 apreldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 1-ci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda Sibriz istirahət mərkəzində ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar. Eyni gündə Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında təbii qaz sahəsi üzrə əməkdaşlıq sazişini təsdiq edib. 19 apreldə isə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goros rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutublar. Həftə ərzində çatdıracağımız əsas məlumatlar bunlar idi. Növbəti buraxılışımızda görüşmək ümidi ilə. Hələlik.